Salam, hər vaxtınız xeyir, xoş gördük. Hava haqqında məlumatı izləyirsiniz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə yağmursuz hava şəraiti müşahidə olunacaq. Eyni zamanda bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimalı da var, şərq küləyi əsəcək. Ayrı bölgələrimizə nəzər saldıqda isə Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, bəzi yerlərdə 4 dərəcədə şaxta, gündüz saatlarında isə 8-13 dərəcə isti olacaq. Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy zonalarında gecə və səhər bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxta, gündüz saatlarında isə 2-7 dərəcə isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz saatlarında isə 8-13 dərəcə isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusa rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz saatlarında 6-11 dərəcə, dağlarda gecə 5 dərəcə şaxta, gündüz saatlarında isə 3-8 dərəcə isti olacaq. Mərkəzi Aran rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz saatlarında isə 11-16 dərəcə isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Gündüz saatlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz saatlarında 10-15 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcədək isti, gündüz saatlarında isə 2-6 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında isə dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz saatlarında 11-13 dərəcə, Bakıda gecə 5-7, gündüz saatlarında isə 11-13 dərəcə isti olacaq. Belə əziz tamaşaçılarımız, siz bugünə olan hava haqqında məlumatı izlədiniz. Unutmayın ki, ilin 365 günü havalar dəyişkən ola bilər. Bu təbii bir haldır. Əsas odur ki, sizin əhval-ruhiyyəniz hər zaman dəyişilməz olaraq qalsın.